Rəylərdə yazılır ki, niyə partlayan, çatlayan narları bağımızdan uzaqlaşdırmayıq? Səbəbi nədir? Nə deməkdir? Niyə? Mütləq uzaqlaşdırılmalıdır. Bilirsiniz niyə? Orada sporları var, göbələklərin. Nar odulcası, digər zərərvericilər orada qışlaya bilir. Baxın. Bu isə sübutu. İndi bunun içərisindən, baxın mən, gördünüz? Gördünüzmü? Həmin o həşərat sizin narlarınızın partlamağının, içərisinin küflə dolmağına baxın. Bu nar odulcasıdır, baxın. Siz onu sahənizdən uzaqlaşdırmazsınız da bağınızda. Bu içərisində qalacaq və qışlayacaq. Yenidən kəpənək olub, yenə narlarınıza zərər verəcək. Bu cür olmağını istəyirsinizsə, qoyun narlarınızın başında qalsın. Ola bilər narların başında da qalıb, bar gətirənlər də olur. Amma nə qədər olmuyor, yenə narlarda çatlamalar, küflənmələr baş verir. Saat əqrəbi köhnə işləməyən saatda gündə 2 dəfə düz göstərə bilir. Sağ olun, var olun. Bu cür sahədən uzaqlaşdırın. Ya da faydalı olmaq üçün kompost hazırlayın. Mən inşallah kompost hazırlanmasını göstərəcəm. Səhifəmi izləyin, takip edin və ürək sözlərinizi və mənalı rəylərinizi gözləyirəm.